Artıq yaz başladı və isti günlərinin trend kokteyllərini düşünmək vaxtıdır. 1. Highball. Klasika highball'a geri dönür, lakin customlaşdırılmış soda və ideal karbonlaşdırılmış versiya ilə yüngül, təravətli highball menyuda mütləqdir. 2. Collins. Tom və ya John Collins. Gin, grapefruit, limon və yaxud hansısa bir sitrus, biraz şirinlik və neytral soda. Alkoqol hissəsini isə öz variantınıza dəyişə bilərsiniz. İsti günlər üçün çox əla balansdır. Spritz, low ABV və alkoqolsuz kokteyllər. Aperol, Hugo, Rossini, hansı ki artıq Prosecco əsaslı kokteyllər çox populyardır. Eyni qaydada alkoqolsuz variantını Zero Prosecco ilə trenddə saxlamaq olar. Negroni, klassik Negroni olduğu kimi qalır, amma infuzlar, yeni bitterlar, fatwash texnikası əlavə olunur. Acı şirin balansı müasir dad üçün ideal seçimdir. Və martini tipli kokteyllər. Artıq menyuda yerini möhkəmləndirmiş pornstar və espresso martini kokteylləri. Burada da siz öz twistinizi edib menyunu rəngarəng göstərə bilərsiniz. Və sizcə bu yay hansı kokteyl və ya kateqoriya trendə düşə bilər? Öz fikrinizi şərhdə qeyd edin.